Mən əminəm ki, sən bu salatı belə hazırlamışsan. Bayram süfrələrində hər kəsin sevdiyi və mənim də payız və qış fəsillərini yaraşdırdığım ən gözəl salatın əsl resepti balıqlandır. Amma mən toyuq ətini eləyəcəm. Deməli, gördüyünüz kimi kartofu qaynadırıq. Tam bütün hər bir şey nə qaynatmısınızsa soyuq olmalıdır. Torkadan keçirdirəm. Üzərinə kökü torkadan keçirdirəm. Bunun ən incə sirri məhz buradadır ki, hər birisi belə qat-qat olmalıdır. Yoxsa 4 dənə kartofun 4-ünü də bir anda, 4 dənə kökün 4-ünü bir anda yox, qat-qat. Sonra isə yumurtanı və daha sonra çoğundur əlavə eləyəcəm. İstəsəniz qozun və toyuğun döş ətini əlavə etdikdən sonra çoğundur əlavə eləyə bilərsiniz. Mən isə bu səfər belə elədim və sonra əlavə eləyirəm yenə gördüyünüz kimi toyuğun döş ətin, qozun, bunun da üzərinə duzun, istiotun. Əslində bu salata bir çoxsu istiot vurmur, amma istiot əlavə gözəl bir dad verir. Mayonezi də belə əlavə eləyirəm. Bu qatı tam belə hazır eləyəndən sonra, mayonezi də belə hazır eləyəndən sonra yenidən üzərinə mən kartofun, kökün, daha sonra yumurtasını, çuğundurun, qozun və toyuğun döş ətini əlavə edəcəm. Yəni bunu qat-qat edilir. Bir çoxsu belə eləyir ki, 4 dənə kök ayırıbsa, 4 dənə kökü bir sıraya mayonez deyir, sonra 4 dənə kartofu bir sıraya mayonez deyir. Bu qəti şəkildə belə olmamalıdır. Olanda dadı istədiyimiz kimi olmur və heç birisinin dadı bir-birinə çıxmır, amma belə qat-qat olanda çox gözəl dadı olur. Və bu salatda bildiyiniz kimi çuğundur, kök olduğuna görə duzu sevir. Ona görə də əslində bu duzlu balıqla olur. Duzlu balıq əlavə etmədiyinə görə çalışın ki, toyuğun döş ətini qaynadanda duzunu çox əlavə edin. Qatına da mayonez əlavə etməmişdən qabaq mütləq bol-bol duz vurun. 4 dənə qat elədim mən burada və gördüyünüz kimi tam hazırdır. Qəşəng hündür salat çıxır. Üzərinə də bol-bol nar əlavə eləyirəm. Çuğundura nar çox yaraşır. Çuğundursuz salata nar qəti şəkildə vurmur. Yəni bunun mimoza versiyası var. Onda çox zaman çuğundursuz nar vurulur. Heç dadla alınmır. Belə çox gözəl alınır. Göz haqqınıza halal eləyin. Belə videolar ardın gəlmək istəyirsinizsə bəyənib məni takib etməyi unutmayın. Bəs necə hazırlayırsınız? Yorumlarda yazın, gözləyəcəm.